Türkiyənin Şərqi Anadolu bölgəsində fəaliyyət göstərən 8 universitetin rektorları və Iğdır Azərbaycan evinin rəhbəri Qarabağ Universitetində olublar. Qonaqlara universitetin fəaliyyəti, akademik strukturu və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Onlar universitetin fakültələri, kafedraları, tədris prosesi, eləcə də tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Görüş çərçivəsində elmi tədqiqat, tələbə-müəllim mübadiləsi, birgə konferans və simpoziumların təşkili ilə bağlı müzakirə aparılıb. Ne tür işbirlikleri yapabiliriz, bunları konuşacağız. Hem öğrenci değişimi, hem talebe değişimi, hem akademisyen desteği anlamında biz tecrübelerimizi paylaşacağız. Karşılıklı fikir alışverişinde bulunacağız ve işbirliklerimizi geliştirmeye çalışacağız. Bugünkü yaptığımız toplantıda da bütün o gelen üniversite rektörleri her bir üniversite hangi alanda güçlüdürse, hangi alanda önderdirse o konuda Qarabağ'la işbirliği yapacağız. Dolayısıyla Qarabağ Üniversitesi ismi hasebiyle, isminden dolayı, adından dolayı bizim için çok kıymetlidir.